Aha. Ümumiyyətlə, modal feil nədir? Modal feil, Azərbaycanda modal feil anlayışı yoxdur, amma gəlin belə açıqlayaq ki, sanki feilə münasibət bildirir, feilin mənasını dəyişir. Məsələn, çox bəsit go feilini götürək. Go getmək. Can go, gedə bilirəm. Could go, gedə bilirdim. Have to go, getməliyəm. Ya da should go, yaxşı olar ki, gedəsən. May go, olarmı gedim? Məsələn. Yəni burada artıq getmək feilinin mənaları hər bir situasiyada dəyişir. İndi baxaq biz bu qrafaya tuğlu feillər və tuğsuz feillər, modal feillər. Baxın, bu qrafa çox kömək edəcək nə barədə? Siz artıq görürsünüz ki, bəzi modal feillər tu ilə işlənir, bəziləri isə tuğsuz işlənir və yan-yana yazılanlar bir-birlərinin ekvivalentləridir. Yəni, bir-birlərini əvəz edə bilirlər. Can ekvivalenti to be able to do, must'ın ekvivalenti have to do, may'də isə to be permitted to be allowed to. Should isə ought to'ya bərabərdir. Need isə ehtiyacı olmaq mənasına gəlir. İndi hər biri haqqında tək-tək danışacağıq. Yəni, yenə vurğulayıram, bu sırada gördükləriniz tulsuz işlənəcək, digər sırada gördüklərimiz isə mütləq tu ilə işlənəcək. Gəldik can modal feilinə. Can modal feilinin mənası bilmək, bacarmaq deməkdir. I can play the piano. Mən piano çalmağı bilirəm. Sualda can əvvələ keçir, inkarda can't şəklində olur. Və heç bir halda şəxsə görə dəyişmir. Zamana görə isə bir forması var. Keçmiş zaman ola bilər. Yəni, şəxsə görə dəyişib şikəns edə bilmirəm. Şəxsə görə dəyişmir. Zamanı isə gələcək zamana filan salmaq olmaz. Sadəcə keçmiş zaman forması mövcuddur. Biri var deyirəm ki, I can play the piano, mən piano çalmağı bilirəm. Bir də var deyirəm ki, mən uşaqlığımda piano çalmağı bilirdim. I could play the piano in my childhood. Uşaqlığımda bilirdim. Yəni, əslində zamanları bilməsək, burada da ayağımıza dolaşmış olacaq. Və sonda sual yaranır ki, ay müəlliməm, mən piano çalmağı bilirəm, bilirdim. Bəs biləcəm necə olur? Yəni, gələcək zamana kəni sala bilmirəmsə, nədən istifadə eləməliyəm? Bu zaman bizim köməyimizə çatır to be able to modal feili. To be able to. Deməli, kənlə eyni mənanı verəcək to be able to və zamana görə də dəyişə bilir, şəxsə görə də dəyişə bilir. Yəni, to be able to-nu perfect-də, future-də də istənilən zamanda işlətmək mümkündür. Yəni, bunları əzbərləməyə ehtiyac yoxdur. Biz nə edirik? To be-ni zamana görə dəyişdirməyi bilirik. Am, is, are, was, were, will be, shall be, have been, has been, had been, shall have been, will have been. Yəni, bu şəkildə dəyişdirə bilirik to be-ni. Onda niyə əzbərləyək ki, bunları? Elə am, is, are yanına yazırıq able to. Ya da was, were yanına yazırıq able to. To be able to demək ki, ən çox uşaqları çaşdıran testlər də budur. Shall able to, will able to anlayışı yoxdur. Shall be, will be able to anlayışı var. May modal feilinin mənası isə icazə bildirir. May olarmı, bilərmi mənasındadır. May I come in, olar içəri girim, məsələn. Və şəxsə görə dəyişmir. Yəni, biz bunu S artıra bilmərik bu feilə. Zamanı isə bircə dənə keçmiş zamana görə dəyişə bilər, might olaraq. Və belə bir məsələ var ki, biz normalda can nota qısaldıb can't, must nota qısaldıb, must'ı qısaldıb mustn't eləyə bilirik. Amma may nota qısaldıb mayn't edə bilmirik. May notun qısaltması mayn't deyə bir anlayış yoxdur. Normalda hansı modal feillə sual verirsə, onunla da cavab verməlisiniz. Can-dən sual verirəmmi? Can-lə də cavab verməliyəm. Ya da must-dan sual verirəm, must-la da cavab verməliyəm. Amma əsas məsələ nədir? Burada biz may ilə sual verib must-la cavab verə bilirik, inkar olarsa. Bu nə deməkdir? Məsələn, mən səndən soruşuram ki, may I come in, olar içəri girim. Sən mənə əgər yox deyirsənsə, demək ki, qadağa bildirmiş olursan və bu halda must artıq devrəyə girəcək. Çünki must inkarda olduqda bir növ qadağa bildirir. You mustn't smoke here. Sən burada siqaret çəkməməlisən. Deməli, may not həm də mustn't-a bərabərdir. Mayn't demək olmaz, amma mustn't demək olar. Might isə mayin keçmişidir. Harda işlədə bilərik? Bax, bu situasiyada. Baş cümlə verəcək bizə keçmiş zamanda. O dedi ki, sədir keçmiş zamandadır.
Ona görə bura may yox, might istifadə edə bilərik. Əslində, Azərbaycan dilindəki kimi deyil tam olaraq burada. Fikir verirsə, should da malıməlidir, ought to da malıməlidir, must da malıməlidir. Sual yaranır ki, ay müəllimə bu qədər necə fərqləndirmək olar bəs hamısının mənası eynidirsə? Burada ingilis dilində məna dəyişə bilir. Yəni should-un mənası belə qadağa mənasında maluməli deyil. Bir növ məsləhət xarakterlidir. Məsələn, gəl belə baxaq da, you should see a doctor. Yaxşı olar ki, həkimə görünəsən. Yəni bu tam belə qadağa mənasında deyil ki, bu bizə əslində bir növ məsləhət verir. Should istifadə olunur sual verilərkən cümlənin əvvəlində, inkarda da should'un şəklində. Deməli, belə bir məsələni vurğulamaq istəyirəm. Biz şudu əlavə olaraq görürük keçmişə nəzərən gələcək zamanda. Yəni future in the past. Biz şudu keçmişə nəzərən gələcək zamanda gördük. Bir də indi biz şudu görürük modal fiil kimi. Sual yaranır ki, ay müəllimə, bu modal fiillə bu keçmişə nəzərən gələcəkdəki şudun nə fərqi var ki? İkisi də eyni yazılıb axı. Bir dənə xatırlayaq. Keçmişə nəzərən gələcək zamanda should sadəcə I və V ilə işlənirdi. Amma modal fiil kimi should fikir veriksə, you should see a doctor. Yəni istənilən əvəzi ilə istifadə oluna bilər. Yəni you ilə də istifadə oluna bilər, I ilə də hər biri ilə istifadə oluna bilər, hər biri ilə. Və ikinci fərqi nədir? Keçmişə nəzərən gələcək zamanda biz görürük ki, bunun mənasında bir keçmişlik var. Keçmişlik var bunun mənasında. Yəni biz should keçmişə nəzərən gələcəkdəki should-u indiki zamandan uzlaşdıra bilmərik axı. Bunun mənasında keçmişlik var. Amma bunu qətiyyən unutmayaq. Keçmişə nəzərən gələcəkdən fərqli olaraq modaldakı should indiki və gələcək zamandan uzlaşır. İndiki və gələcək zamandan heç vaxt keçmişlə uzlaşmaz. Sadəcə bu deyil. Bir neçəsini qeyd eləmək istəyirəm. Məsələn, sən testdə və ya ümumiyyətlə görəndə can'in indiki could'un keçmiş olduğunu, may'in indiki might'ın keçmiş olduğunu ya da nə bilim are able to'nun indiki were able to'nun keçmiş olduğunu bilirsən. Amma need, must, should, ought to, bunlar bizi çaşdıra bilər. Bunları yaddan çıxarmayaq. Need, must, should, ought to. Bunlar heç vaxt pastla işlənə bilməz. Keçmiş zamandan uzlaşa bilməz. Yəni, bunlar sadəcə indiki zamandan uzlaşa bilər, presentlə, ya da ki, uzlaşa bilər future ilə, gələcək zamandan. Heç vaxt, amma heç vaxt keçmiş zamandan uzlaşa bilməz. Sadəcə indiki və gələcəkdən uzlaşa bilər. Ought to da malıməlidir. Yenə baxın, malıməlidir, amma məna biraz dəyişir. Bu artıq bizə bildirir mənəvi borc. Məsələn, sən böyüklərə hörmət etməlisən. You ought to respect elderly. Ya da sən onlara kömək etməlisən. You ought to help them. Deməli, sual verərkən ought əvvələ keçir, inkarda not artırırıq. Yenə bunun da şəxsə görə dəyişməsi, zamana görə dəyişməsi should kimi yoxdur. Həmçinin must da nə şəxsə görə dəyişir, nə zamana görə dəyişir. Burada da sualda must əvvələ keçir, inkarda mustn't olur. Amma burada məna ciddi mənada fərqlidir. Yəni biz bayaqdan ay nə bilim məsləhət, mənəvi borc və s. deyirik, amma mustda elə bir şey yoxdur. Must qadağa bildirir, məcburiyyət, vaciblik bildirir. You mustn't smoke here. Sən burada siqaret çəkə bilməzsən. You must wear the uniform. Sən uniforma geyinməlisən. Bax, bu bir növ sanki tələbdir, məcburiyyətdir. Və az öncə qeyd elədik ki, must'ın zamanı yoxdur. Zamana görə dəyişmir. Onda sual yaranır ki, müəllimə, mən dünən getməli idim. Müəllimə, mən sabah getməli olacam. Bəs bunları mən necə dəyişdirim, əgər must zamana görə dəyişmirsə? Bu zaman bizim köməyimizə çatır must'ın ekvivalenti have to modal fiili. Bayaqdan fikir versinizsə, biz modal fiillə sual verəndə ancaq bunu deyirik. Nə bilim, kəni keçir əvvələ, must'ı keçir əvvələ, kəni inkar elə, must'ı inkar elə, not artır. Amma have to-da elə bir şey deyə bilməyəcəyik. Çünki have to-nun sualı və inkarı özü ilə yaranmır. Yəni, do, does vasitəsi ilə yaranır.
Do does vasitəsilə yaranır. Və ya did vasitəsilə, yəni köməkçi feillə. Məsələn, have to inkarda haven't to olmayacaq ya da has to inkarda hasn't to olmayacaq. Biz burada do does'dan istifadə edəcəyik. I don't have to go, she doesn't have to go ya da did you have to go? Deməli biz burada köməkçi feillərdən istifadə edirik. Have to-ya sual və inkar edərkən heç bir halda biz have, has, had-dən sonra birbaşa not artırmırıq, haven't to demirik. I don't have to go bu şəkildə deyilir. Sonuncu modal feilimiz need modal feildir. Belə bir məsələni diqqətinizə çatdırım ki, need modal feili sizə sadəcə modal feil kimi yox, həm də sual və inkar cümləsində lazımdır. Yəni, need-i əgər burada qəşəng mənimsəməsək, biz sual və inkar cümləsində də müəyyən problemlər yaşamış olacağıq. Need-in mənası ehtiyacı olmaq deməkdir. İstəyir modal feil kimi, istəyir əsas feil kimi. Baxın, modal feil kimi xüsusiyyətləri bu cərgədə verilib, əsas feil kimi xüsusiyyətləri bu cərgədə. Mən heç vaxt tələbələrimə bu need-in xüsusiyyətlərini əzbərlətmirəm. Çünki mən bu əzbəri doğru hesab eləmirəm, yadınızdan tez çıxacaq. Onun yerinə mən sizə fərqli bir yol öyrədim ki, bunları əzbərləmədən need-in xüsusiyyətlərini necə yadımda saxlaya bilərəm? Çünki bu tələbələrdə həmişə problem yaradır ki, ay da burada modal idi, yoxsa əsası idi. Onda gəlin belə bir şey eləyək. Bu yolu yadımızdan çıxarmayaq. Hamımızın bildiyi bir modal feil var. Hamımız bunun xüsusiyyətlərini bilirik də. Can. Can modal feilinin xüsusiyyəti. Məsələn, biz deyirik ki, can'dən sonra tulsuz feil gəlməlidir. Onda elə need-dən də sonra tulsuz feil gəlməlidir. Need əgər modal feildirsə, onda need-dən də sonra gələcək tulsuz feil. Məsələn, mən can-dən sonra I can choose deyə bilmərəm axı. Mən can-dən sonra necə choose deyim? Axı feil lazımdır bizə. Yəni, need əgər modal feildirsə, biz feildən başqa nitq hissəsi işlədə bilmərik yanında. Mütləq feil gəlməlidir. Necə ki, I can choose, yox, I can buy shoes deməliyəm. Məsələn, buna görə də mütləq feil gəlməlidir need-in yanında. Can-də necə, burada da elə. Məsələn, zamana görə dəyişməz. Biz bəyəm can-in yanına will, shall-mi qoyuruq? Xeyr, I shall can, we shall can, elə şey demirik ki. Onda elə need-i də zamana görə dəyişmək olmaz. Necə ki, siz can-i gələcəkdə məsələn istifadə edə bilmirsiniz, demək ki, need-i istifadə edə bilməzsiniz. Məsələn, danışanda kim she can play football deyibdir ki, heç kim, hamı deyir she can play football. Yəni, biz can-i şəxsə görə dəyişdirmirik. Elə need də modal feil kimi, baxın, şəxsə görə dəyişmir. She need by. Yəni, artıq burada need deyə bilmirəm, need modal feil kimi olanda. Biz can-ə sual verəndə gətirib cümləyə do does yazmırıq ki, can-ə sual verəndə elə can-in özündən istifadə edirəm də. Can you play football? You can't play football. Yəni, biz sual və inkar eləyəndə can-in özündən istifadə edirik. Demək ki, need də modal feil olanda sual və inkar kimi özündən istifadə edəcəyik. Hər hansı bir köməkçi nitq hissəsindən yox. Eyni şəkildə, necə ki, can-lə bunu yadda saxlaya bilərik, need-in əsas feil kimi xüsusiyyətlərini də əzbərləməyə ehtiyac yoxdur. Hamımızın bildiyi bir modal feil, əsas feil var, want. Want-u hamımız tanıyırıq, istəmək. Want-un xüsusiyyətlərini gətirək ağlımıza. Məsələn, mən want-dan sonra to-lu feil deyirəm. Axı, I want buy demirəm ki, I want to buy deyirəm. Deməli, need, necə ki, want əsas feil kimi to ilə işlənirsə, elə need də to ilə işlənəcək əsas feil olanda. I need to buy. Mən I want a book, I want new shoes. Fikir verin, başqa nitq hissələrdə işlədə bilirəm. Mən yeni kitablar istəyirəm. Mən, nə bilim, nəsə başqa bir şey istəyirəm. Burada mən başqa nitq hissəsi gətirə bilirəmsə, demək ki, need də əsas feil kimi başqa nitq hissəsindən işlənə bilər. Şərt deyil ki, feil gəlsin. Biz cümlədə yesterday görürüksə və ya nə bilim the day before yesterday, last, ago görürüksə, məsələn, demirik ki, I want, deyirik I wanted, I wanted, yəni zamana görə dəyişdirə bilirəm də want-u. Onda need-in nə günahı var? Need də əsas feil kimi zamana görə dəyişir. Biz she want demirik ki, she wants deyirik. Yəni want şəxsə görə dəyişir. Onda need də əsas feil kimi şəxsə görə dəyişir. Sonuncu bunu da qeyd edeyim. Məsələn, biz want-a sual vermək istəyiriksə, cümləndə want-a əvvələ keçirtmirik ki, do does-dan istifadə edirik, did-dən istifadə edirik, köməkçi feildən istifadə edirik. Deməli, need əgər
əsas feildirsə, bu zaman onun sualı və inkarında biz do, does, diddən istifadə edirik. Ən sonuncu bunu da qeyd edeyim ki, bu bizə lazım olacaq əslində gerund participle mövzusunda. Amma indidən deyim. Need modal olanda to-suz işlənir. Bunu başa düşdük. Need əsas olanda to ilə də işlənə bilir. Amma bir dənə nüans var ki, ing-li feillə də görə bilirik. İndi bir dənə mən cümlə yazıram. Məsələn, deyirəm ki, mənim maşınımı təmir etməyə ehtiyacım var. I need to fix my car. To fix my car. Yəni, burada artıq mən görürəm ki, need-dən sonra to gəlibdir. Deməli, əsasdır. Həmçinin mən need-dən sonra ing-li feil də gətirə bilərəm. Amma hər ürəyim istəyən yerdə yox. Mənada məchulluq olarsa, mən maşınımı təmir etməyə ehtiyacım var. Burada heç bir məchulluq yoxdur mənada. Amma buna baxsaq, mənim maşınımın ehtiyacı var. Təmir olmağa yox, təmir olunmağa ehtiyacı var. Baxın, mənada məchulluq var. Onun güllərinin deməli sulanmağa ehtiyacı var. His flowers need watering. Onun güllərinin sulanmağa ehtiyacı var. Demək ki, əgər mənada məchulluq varsa, need-dən sonra biz to-lu yox da ing-li feildən istifadə edə bilərik. Modal feildən bu qədər.